Salam, hər vaxtınız xeyir olsun əziz tələbələr. Mən sizə bugün, yəni 1 mart tarixində gömrük orqanlarına xidməti qəbul imtahanı üzrə keçirdiyim sınaq imtahanında dünya görüşü fənnində olan sualların izahını verəcəm. İndi qanun, məntiq sualların digər müəllimlərinizdən soruşa bilərsiniz ətraflı şəkildə. Ehtiyac olursa onlarla bağlı da sizlər üçün izah göndərirlər. Amma ilkin olaraq öz fənnim haqqında sizlərə izah vermək istəyirəm və bilirəm ki, bəzi tələbələr çox rahat, çox sadə sualları sadəcə ya düzgün sualın şərtini oxumadığına görə, ya texniki səhvə görə yanlış cavablandırıb. Məhz bu proseslərin baş verməməsi üçün artıq sınaqda iştirak sizə göstərdi ki, mən diqqətimi toplamalıyam və imtahanda belə səhvlər etməməliyəm. Gəlin indi biz bu sualların bir-bir təhlilinə baxaq və görək ki, nələri gözdən qaçırmışıq. Məsələn, 71-ci sualdan başlayaq. Deyir ki, Azərbaycan 1-ci və 3-cü Respublika dövrü haqqında verilmiş fikirlərdən biri yanlışdır. 1-ci Respublika deyəndə Azərbaycan Xalq Cümhuriyyəti dövrü 18-20-ci illər, 3-cü Respublika deyəndə 1991-dən bugünə qədər olan dövrdür. Hər iki Respublika dövründə A variantında deyir ki, Azərbaycan dilinə böyük əhəmiyyət verilir. Tam şəkildə doğrudur. Həm AXC, həm müstəqil bugünkü Azərbaycandır. Hər iki Respublika dövründə universitet təsis edilib, tam şəkildə doğrudur. O dövr üçün, bilməyənlər üçün bugünkü Bakı Dövlət Universiteti, o dövrün Azərbaycan Universiteti təsis edilib, ortaqdır. Müstəqil dövrdə də əlbəttə ki var. C variantı, hər iki Respublika dövründə Xarici İşlər Nazirliyi yaradılıb. Bax, iş burada başlayır. Xarici İşlər Nazirliyi müstəqillik dövründə, yəni 91-dən sonra yaradılmayıb, bərpa olunub. Çünki AXC-nin onsuz da varisidir də bugünkü Respublika və AXC dövründən Xarici İşlər Nazirliyi var idi. Sadəcə olaraq onun bərpa edilməsi var. Məhz buna görə C variantı yanlışdır. 71-də doğru cavabımız C olacaq. 72-ci sual çox qəşəng suallardandır ki, demək olar ki, indi belə deyim, yerazları çıxmaqla bugün sınaqda da çox qarşılaşdım. Tələbə çıxıb deyir ki, müəllim, mən yerazam, ona görə bu sualı düzgün yazmışam. Əksər tələbə yanlış yazmışdı bu sualı. Elə yeraz sözünü görən kimi C variantına qaçırdı. Amma bildik ki, yeraz deyəndə biz ümumi olaraq adlandırırıq. Yer adı, məkan adı olaraq adlandırmırıq. Ona görə burada doğru cavab arazidəyən basar keçər cavabıdır. Yəni A variantı olmalıdır. 73-cü sual çox asandır, izah belə ehtiyac yoxdur. Qeyd edilən rayonlardan hansı yalnız bir ölkənin əmsəlidir? Söhbət təbii ki, gedir Astara rayonuna. 74-cü sual, aşağıdakı qeyd edilən hadisələrdən hansı günümüzdə daha yaxındır? Yəni, elə bir hadisəni göstərməlisiniz ki, 2026-cı ilə daha yaxın olsun. Azərbaycanın Naxçıvanla quru sərhədinin itirilməsi 1929-30-cu illərə təsadüf edir ki, Ordubad Zəngilan rayonları hesabına qondarma ərazi ermənilərə verilir. Mehr rayonu yaradılır, tam açıqlasaq. Verilir ermənilərə, onunla da Azərbaycanın quru sərhədi itirilir. Deməli, 1929 götürək. Yuxarı Qarayazın Gürcüstana verilməsi 1922 götürək. C variantında deyir ki, Sovet Rusiyası tərəfindən pasport olmayan kolxozçuların öz təsərrüfatını icazəsiz tərk edə və digər təsərrüfata keçə bilməsinə qoyulan qadağanın aradan qaldırılması. Tətbiq olunması yox, aradan qaldırılması. Tətbiq olunması kollektivləşmə dövründədir, 30-cu illərdədir. Aradan qaldırılması 1959-dur. Deməli, C 59-cu ildir. Cənubi Azərbaycan Təbriz Universiteti söhbət Seyid Cəfər Pişəvərinin yaratdığı ölkədən gedir ki, 45-46-cı ilə təsadüf eləyir. Həzar Aslınovun ilk dəfə Sovet İttifaqı qəhrəmanlığına layiq görülməsi də konkret desə 42-dir, o da 40-cı illər təsadüf edir deyə bizə burada doğru cavab kimi çıxan variant C variantıdır. Çünki 1959-cu il bugünkü dövrümüzə daha yaxındır. Sonra gəlirik 75-ci suala. 2022-ci ildə baş vermiş qisas əməliyyatından sonra baş verən hadisələri seçin. Qarabağ Universitetinin təsis edilməsi. Bilirik ki, 2022-dən sonradır. Burada problem yoxdur, amma ikinci tərəfə bax. Qarabağın ilk infrastruktur layihəsi deyəndə Güləbir su elektrik stansiyasıdır ki, o 2021-dir. Ona görə A variantı getdi. Qazağın 4 kəndinin qaytarılması 24-dür, problem yoxdur. Amma ikinci tərəfə bax, Zəfər gününün təsis edilməsi 2020-dir, getdi. Xankəndin Ermənistan elektrik sistemindən ayrılıb Azərbaycan elektrik sisteminə qoşulması 24 sentyabrdır, 2023. Bura qədər doğrudur. ATƏT Minsk qrupunun ləğv edilməsi sentyabrın 1-idir. Burada da problem yoxdur, 2025. Deməli, doğru cavab elə C variantıdır. COP29 24 olsa da Zəfər yolunun istifadəyə verilməsi 21-dir, getdi. Dünya Azərbaycandan qurultayı 22 olsa da Şuşa bəyannaməsi 21-dir, getdi. Ona görə doğru cavabımız C variantı olacaq.
Sonra biz gəlirik 76-cı suala. Biri fərqli peşə nümayəndəsidir. Mən dərsdə adətən tələbələrə bu tip suallarda müəyyən bir tapma qaydası var ki, onu da öyrədirəm. Dərsdə olanlar bilir. Amma ümumi olaraq o qaydaları qoysaq qırağa, biri fərqli peşə nümayəndəsi deyirsə, biz baxırıq ki, Asif Zeynallı, Əfrasiyab Bədəlbəli, Cövdət Hacıyev, Tofiq Quliyev baxan kimi bilinir ki, bu adamlar bəstəkardır. Bizə fərqli peşə deyən kimi avtomatik biz görürük ki, burada doğru cavab kimi Münəvvər Rzayeva çıxır. Münəvvər Rzayeva isə, bax, ondan da bağlı bilik var. Azərbaycanın heykəltaraşıdır və ilk monumentalçı qadın heykəltaraşdır. İlklər siyahısında qeyd olunacaq şəxslərdən biridir. Yəni, burada doğru cavab 76-da E variantı olacaq. 77 maraqlı suallardandır. Həqiqətən çox maraqlı suallardan biridir. Deyir ki, Azərbaycan tarixində qeyd edilən oxşarlıqlardan biri yanlışdır. Elə hadisə götürməlisiniz ki, fərqli illərdədir, amma eyni hadisədir. Məsələn, 48-88-ci illər Azərbaycanlıların kütləvi deportasiyası bəli olub. Ona görə A doğrudur. 1920-2004 Təbrizdə Azərbaycan konsulluğu fəaliyyətə başlayıb, bəli başlayıb. 1905-18 Azərbaycanlılara qarşı qırğın bəli olub. 1918-98-də senzura ləğv olunub, amma ölüm hökmü ləğv olunmayıb. Ölüm hökmü yalnız 98-dir. Ona görə D yanlışdır. 17-71-də su kəmərləri var. Şollar 17-dir, Kürdən Bakı 71-dir. Hətta həmişə tələbələri mən öyrədirəm ki, 1 ilə 7-nin yerini dəyiş, sualın cavabını tap. 17-71. Ona görə burada biz D variantını götürməliyik. 78-ci sualımıza baxaq. Deməli, 78 deyir ki, Azərbaycan hansı qəsəbəsinin misgərlik sənəti 2015-də UNESCO-ya daxil edilib? Tələbələrin əksəriyyəti yanlışlıqla İsmailli götürürlər. Amma bizdən qəsəbəni soruşursa, İsmailli qəsəbə ola bilməz. Bizə Lahıc lazımdır. Düzdür, İsmailin qəsəbəsidir. Amma rayon desəydi və digər sual başqa formatda soruşsaydı, bəli, İsmaili yaza bilərdiniz. Bizə qəsəbə dediyinə görə biz birbaşa Lahıcın özünü götürməliyik. Ona görə doğru cavab D variantı olacaq. 79-cu sual, izah ehtiyac olmayan suallardan biridir ki, baxan kimi cavab bilinir, söhbət gedir Şirvan ərazisindən, yəni B variantı. 80-ci sual çox maraqlı sualdır və imtahanda istifadə olunması şansı yüksək olan suallardandır ki, deyir ki, DQMV-nin yaranmasından 98 il sonra baş vermiş hansı hadisə düşmənə tutarlı cavab idi. Deməli, nədir məsələ? DQMV yaranıb 1923 7 yıl. Üstünə 98 gəlirsiniz, olur 2021 7 yıl. 2021 7 yılda nə olub? Azərbaycan öz suverenliyini bərpa edib 2023-19-20 sentyabr əməliyyatı 21 deyil, getdi. Mərkəzi Asiyanın Türk dövlətlərinin Qərbi Avropaya çıxış əldə etməsi 2017 bu söhbət dəmir yolundan gedir, getdi. Rayonların yeni iqtisadi bölgüsünün həyata keçirilməsi. Bəli, 2021 7 yıldır. Tam-tamından 98 il eləyir. Bəs yaxşı, niyə düşmənə tutarlı cavab idi? Çünki yeni iqtisadi rayonlar Qarabağ, Şərqi Zəngəzur yaradılır və düşmənə cavabı idi ki, biz istəsək Qarabağı yalnız biz iqtisadi rayon olaraq bölə bilərik. Biz belə deyək də, istədiyimiz formatda düzənləyə bilərik. Sizin DQMV yaratmanızda yaratmağa hüququnuz yoxdur. Məhz buna görə düşmənə tutarlı cavab hesab edilir. 81-ci sual, bax, maraqlı suallardan biridir. Azərbaycan dövlətçilik və mədəni ənənələrlə bağlı verilən mülahizələrdən biri yanlışdır. A variantı deyir ki, Novruz bayramı Azərbaycan Respublikasında rəsmi qeyri-iş günü elan edilmiş milli bayramdır. Burada problem yoxdur, hər şey okeydir, qaydasındadır. B variantında deyir ki, Ramazan bayramı və Qurban bayramı həm dini bayram, həm də qeyri-iş günüdür. Qanunvericiliyə də müəyyən edilib, doğrudur. C variantında deyir ki, baxın, diqqətlə fikir verin. Novruz bayramı Azərbaycan xalqının qədim mövsüm mərasimlərinə əsaslanır və dövlətçilik ənənəsi ilə birbaşa bağlı olaraq formalaşmışdır. Novruz bayramı Azərbaycan xalqının qədim mövsüm mərasimlərinə əsaslanır. Dövlətçilik ənənəsi ilə birbaşa bağlı olaraq formalaşmışdır. Yanlışdır. Novruz bayramının hələ müəyyən bir izləri gedib Zərdüştlüyə çıxır. Deyirik ki, odun üstdən tullanma, səməninin düzəldilməsi Zərdüştlü dinindən gəlib çıxan bir məsələdir. Burada dövlətçilik ənənəsindən hələ ön plana gedib çıxır. Ona görə biz burada doğru cavab C variantını götürürük. Sonra biz burada
82-ci sualda maraqlı suallardan biri ilə qarşılaşırıq ki, deyir ki, Azərbaycan coğrafiyası ilə bağlı verilmiş fikirlərdən biri yanlışdır. Quba Xaçmaz İqtisadi rayonu gec yetişən tələbəçilə məşhurdur. Tam şəkildə doğrudur. Hətta əlavə olaraq deyə bilərik ki, bizdə Lənkəran zonası, Lənkəran Astara İqtisadi rayonu da tez yetişən və yaxud da ki, orada təbii vilayət kimi desə, Lənkəran təbii vilayəti faraj tələbəçiliyi ilə məşhurdur. Qərzəkli meyvəçilik Şəki-Zaqatalada heç bir problem yoxdur. Balıq sənayesi üzrə ən böyük kombinatlardan hesab edilən Banka kombinatı Neftçalada, o da Şirvan Salyana düşür. Tam şəkildə doğrudur. Sahəsinə görə ən kiçik iqtisadi rayonumuz Bakı, ən böyüyü Qarabağdır. Əla, heç bir problem yoxdur. Kəlbəcər rayonunun Yuxarı Bağırsaq və Quba rayonunun Tınalıq kəndləri ən alçaq yox, ən hündür yaşayış məntəqələri hesab olunur. Ona görə 82-də E variantını biz götürürük. 83. Baxın, deyir ki, 1805-ci ildə müqavilələrə bağlamaqla Rusiyanın tərkibinə keçmiş əraziləri müəyyən edin. Demir ha Kürəkçay, demir ha Oxşar. Birbaşa müqavilələr. Qarabağ, Şəki, Şirvan yanlışdır. Yalnız Qarabağ, Şəki yanlışdır. Quba, Lənkəran, Dərbənd, bu 1802 Georgies müqaviləsinə aid olan bir hissədir. Dərbənd, Bakı, Quba 1806-dır. Deməli, doğru cavab Qarabağ, Şəki, Şamax olacaq. Yəni, B variantı olacaq. 2003-cü ildə yaradılmış bu milli park xəritə ilə bağlı sualdır. Çox qəşəng suallardan biri də hətta imtahanda sizin qarşınıza çıxa bilər. Həsən Əliyevin şərəfinə adlandırılan bu milli parkımız yerləşir Naxçıvan ərazisində və avtomatik olaraq Azərbaycan xəritəsindən tanış olan bir şəxs də baxan kimi biləcək ki, söz gedən bu milli park Naxçıvandadırsa, əlbəttə ki, biz biri götürməliyik. Və rahatlıqla cavab ortaya çıxacaq. Bəzi tələbələr problem yaşayırlar bu xəritə ilə bağlı, amma məsləhət görürəm ki, qaranti olan nağdı bir sualınız xəritə olduğuna görə rahatlıqla xəritəni öyrənəsiniz ki, onunla bağlı mən tələbələrə bir xəritə göndərirəm. Üzərində demək olar ki, bütün məsələlərin əks olunduğu. Onu rahatlıqla başa düşən, yadda saxlayan tələbə problem yaşamır. Sonuncu sual isə Vaqif Mustafayevin 2003-cü ildə Elmir Axundovanın Poliqrafçının ölümü kitabı əsasında çəkdiyi filmdən gedir ki, söhbət əlbəttə ki, Qara Nişanə filmidir. Bəzən tələbələr burada əsərin adı ilə uyğunlaşdırıb A variantını götürürlər, Poliqrafçının ölümü. Bu yanlışdır. Doğru cavab Qara Nişanədir. Yəni B variantıdır. Bundan sonra gələn hissələr artıq məntiqlə bağlıdır ki, indi onunla bağlı mən sizə bir şey deyə bilmərəm. Hələnin öz sahəsi. Yəni, əziz tələbələr, burada çətin bir şey yoxdur. Sadəcə olaraq DİM-in istifadə etdiyi söz oyunu siz burada da gördünüz. DİM-in taktikasını burada da gördünüz. İndi mən sınağı yeni bitirmişəm deyə biraz sürətli formatda izah etməyə çalışdım. Çünki cavab kartları təhvil verilməlidir. Ona görə biraz daha qısa tutmaya çalışdım. Bunun əlavə olaraq kimin nə sualı olarsa, baxın görürsünüz, nömrə qeyd olunub. 051 404 0045. Suallarla bağlı hər hansısa başa düşmədiyiniz hissə olarsa, yenə də mənə yaza bilərsiniz, müraciət edə bilərsiniz, nə kömək lazımdır göstərə bilərəm. İnşallah növbəti sınaqlarda yenidən görüşərik. İnşallah sizlər üçün bu sınaqda həm uğurlu olar, həm motivasiya olar, həm də artıq zəif nöqtələrinizi bilərək daha yaxşı hazırlaşmanıza kömək eləyər. Sağ olun, hələlik.